Start səslənir və Karvan Yevlax Araz Naxçıvan qarşılaşması başladı. Maraqlı bir oyun olacağına ümid edək. Yaxşı gizlətdi topu, irəli ötürməkdir. Və bir hədiyyə var burada. Keita qapçı ilə üzbəüz qaldı, amma bəxtli gətirdi Karvan Yevlaxın. Baxırıq bir daha, fikir verin. Bax, bu necə bir səliqəsi ötürməkdir. Keita çatdı topa. Amma yerli ötürmə yaxşı alınmadı. Qapı boş ulaqdan zərbə. Vadim Abdullayev. Araz Naxçıvanın futbolçusu isə hələ ayağa qalxmayıb. Hücum var. Felipe Santos təkbətəyə gedir. Felipe Santos. Santos və gol! 32-ci dəqiqənin tamamında Araz Naxçıvan hesabı açır. Felipe Santos. Elə Araz Naxçıvanın da əvvəlcə Karvan Yevlaxın Araz Naxçıvan hücumu davam edərkən qonaqların oyuncusu zədəli halda meydanda uzanmışdı və indi ona tibbi yardım göstərilir. Bu isə vurulan qolun təkrarıdır. Alxasov. Bu da vardan gələn görüntü. Keita və Felipe Santos. Top oyunda. Zərbə endirilir. Qapı istiqamətə gedən top əllə bir müdaxilə də göründü burada. Dəydi. Baxırıq. İncələmək lazım bu epizodu. Baxırıq. Bax, bu epizodda bilmirəm, əl-dayaq nöqtəsi idi mi burada? Çünki artıq Qarabağın oyunundansa Newcastle oyununda özü baxacaq. Baxacaq. Hər halda yəni həm dinamika ilə, həm yavaşlılmış şəkildə epizoda baxacaq. Top ələ dəyir. Baxırıq. Qapı istiqamətli, qapı çərçivəsində gedən topa əllə təmas var. Maraqlı məqam burasıdır ki, həm Araz Naxçıvan, həm də ki Karvan Yevlax qapısına ən çox penalti təyin edilən iki komandadır. Hər ikisinin qapısına 8 penalti təyin olunub. Və qərar İnqilab Məmmədov nə deyir? Deyir ki, penaltidir. Felipe Santos ikinci qolunu vura biləcəkmi bu görüşdə? Fit verildi. Felipe Santos və gol! 2-0 olur hesab. Pedro Mateus yerindən tərpənə bilmədi. Karvan Yevlax üçün məsələ bir qədər də qəlizləşir. Budur, bir daha baxır episodun təkrarına. Felipe Santos bu cür fərqləndi. Hələlik isə Araz Naxçıvan hücum axtarışındadır. Keita. Yenə Keita. Bu dəfə necə? Bu dəfə də alınmadı. Qapçı Pedro Mateus zərbəni dəf edir. İmani Barker gördüyüm qədərilə. Sıxlıq yaratdı burada Araz Naxçıvan futbolçuları. Ötürmə qapı qarşısına. Zərbə qeyri-dəqiqdir. Təhlükəli gəldi Karvan Yevlax. Karvan Yevlax fəallaşır bu dəqiqələrdə. Samir ondan ötürmə qapı qarşısına. Kimsə tamamlaya bilmədi bu ötürməni qapıya zərbə ilə. Bir nəfərli canlı sədd var. Birbaşa qapıya zərbə idi bu Samir Abdullayevdən. Qeydə aldı. Slavik Alxasov da özü hər şeyi gördü. Hələlik Araz Naxçıvan hücumdadır. Bark Cohen qapçı, növbəti zərbə. Yenə qapçı, daha bir zərbə qeyri-dəqiq Simakala. Qapısı qarşıda yaradılan təhlükəli vəziyyət. Bu da indi Karvan Yevlax bu arada top ikisini qeyri-dəqiq götürməklə. Peter Kings. Kings'dən ötürmək. Kim var burada? Zərbə endirilir. Amma Thompson Qavinin zərbəsindən sonra top düz qapçı Christian Avramın üstünə gedir. Kings.
Peter Kings. Samir zərbə mövqe axtarır. İndirdi zərbəsini, amma qeyri dəqiqdir. Sol ayağı ilə qapının uzaq yuxarı küncü nişan almağa çalışdı və bu zərbə ilə də, bu zərbənin yekunlaşması ilə də İnqilab Məmmədov final səsləndirir. Beləliklə Karvan Yevlax Araz Naxçıvan maçı qonaqların 2-0 hesablı qələbəsi ilə başa çatır. 32 və 51-ci dəqiqələrdə Felipe Santos fərqləndi. Biri oyundan, digəri penaltidən.